Dünən Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu birlikdə bir məlumat paylaşdılar. Məlumatda qeyd olunurdu ki, bu ildən etibarən lisey və gimnaziyalara qəbul imtahanları yalnız 6-cı siniflər üçün həyata keçiriləcək. Bu isə o deməkdir ki, əvvəlki illə müqayisədə 5, 7 və 8-ci siniflər bu imtahanlarda iştirak etməyəcək. Və təsəvvür edin ki, imtahanların keçirilməsinə 20 gün qalıb və Nazirlik çıxıb elan edir ki, indiyənə qədər verdiyimiz məlumatı qoyuruq bir kənara, bu ildən etibarən yalnız 6-cı siniflər imtahan verəcəkdir. Bu məlumat dünəndən bu günə demək olar ki, həm sosial şəbəkələrdə, televiziyada ən çox müzakirə olunan məsələlərdən biridir. Valideynlər tərəfindən haqlı olaraq narazılıqlara səbəb olmuşdur və biz də bu məsələyə biganə yanaşmadıq. Mən burada həm Nazirliyin bir neçə dəqiqə bundan öncə elan elədiyi məlumatı açıqlayacağım sizə, həmçinin valideynlərin narazılıqlarını, təhsil ekspertlərinin narazılıqlarını dilə gətirəcəm. Bütün bunlara keçməzdən öncə öz fikrimi demək istərdim ki, mən də hesab edirəm ki, bu qərar yanlışdır. Çünki nəzərə alsaq ki, bu tipli qərarlar verilməmişdən öncə imtahana qədər olan məsafə, yəni müddət nəzərə alınmalıdır. Məsəl üçün, belə bir təcrübə Dövlət İmtahan Mərkəzində baş verir. Dövlət İmtahan Mərkəzi hər hansı bir imtahanlara dəyişiklik edilməsi ilə bağlı bir neçə il öncədən qərar verir və bunu ictimaiyyətə açıqlayır ki, məsəl üçün 2 il sonra, 3 il sonra biz hansısa imtahana dəyişiklik edəcəyik və bunu da siz nəzərə alın. Amma təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi indiyənə qədər 6-cı sinif digər sinif şagirdləri üçün monitorinqlərin sınaq imtahanlarının keçirilməsinə razılıq veriblər və ictimaiyyətə bununla bağlı heç bir məlumat verilməyib. İnsanlar burada həm maddi məsələlərdən söhbət gedir, çünki heç kim sir deyil ki, övladını lisey və gimnaziyaların qəbul imtahanlarına hazırlaşdıran valideynlər mütləq şəkildə həmin şagirdləri repetitor hazırlığına göndərirlər. Bu bir tərəfdən, digər tərəfdən uşaqların burada psixologiyasından söhbət gedir. Uşaqlar uzun müddətdir ki, lisey və gimnaziyaya qəbul imtahanları üçün hazırlaşırlar və günün birində Nazirlik qərar verir ki, biz bu imtahanlara yalnız 6-cı sinifləri buraxacağıq. Digər tərəfdən də valideynlərin enerjisi, zamanı, maddi və mənəvi məsələlərlə bağlı çox danışmaq olar. Mən istərdim ki, keçim bu məsələ ilə bağlı valideynlərin haqlı narazılıqlarına, ondan sonra isə bir neçə dəqiqə bundan öncə elan olunmuş Nazirliyin açıqlamasını sizlərə təqdim edim. Deməli, valideynlərdən biri, hansı ki, bəlkə də videosunu izləmişsiniz, narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə övladı hazırlıqlarla yanaşı hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib. Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olur və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-də, iyunun 1-nə də sınaqlar var. Onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdırsa, niyə bu sınaq